Avropadan herkese salamlar. Bugün bizde 5. gündür. Size bir iki şey göstermek ve danışmak istəyirəm. Hal-hazırda saat 12:56'dır. 5. günler Avropanın çox ölkələrində iş gün ortaya kadar olur. Deməli dostlar, qeyd etdiyim ki, mən hal-hazırda Fransada işdən çıxmışam, Almaniyaya gedirəm idman eləməyə. Həm uşaqlar dərsdədir, həm də vaxtım var. Ara sıra fürsət düşən kimi mən gedirəm Almaniyaya idman eləməyə. Mən həm Almaniyada, həm Fransada yaşayıram. Yəni işimlə əlaqədar. Belə dostlar, və tez-tez də İsveçrədə işim olur. Orada da qalmağa yer var. Dostlar, hər kəs yapışıb Almaniyaya qaçqın kimi getməyin. Gəlməyin Almaniya qaçqın kimi. Bacarırsınızsa Ausbildung kimi, Ausbildung'la gəlin təhsilinə. Dostlar, Almaniyaya gəlməyə nə lazımdır və ya Avropaya gəlməyə nə lazımdır? Bəziləri düşünür ki, Avropaya gəlməyə dil lazımdır. Bəziləri düşünür ki, Avropaya gəlməyə naxış lazımdır, yəni bəxt lazımdır. Bəziləri düşünür ki, Avropaya gəlməyə baş lazımdır. Bəziləri düşünür ki, baş yox, tanış lazımdır. Bəziləri də düşünür ki, güclü pul lazımdır Avropaya gəlməyə. Xeyr dostlar, bu belə deyil. Sadəcə biraz ağıl işlətmək lazımdır və siz önünüzə məqsəd qoysanız bu məqsədə çata bilərsiniz. Mən burada sosialda, könüllülərdə işləyirəm və əmin olun ki, tanıdığım həm yerlərimiz var. Oradan çıxıblar 200 manat pulla gəliblər bura yeriyə, hansı yollarlasa qaçaq. Amma mən sizə bunları məsləhət görməzdim. Bir də dostlar, ölkə seçəndə yumşaq ölkə seçin. Almaniyada qaçqın kimi gəlmək mümkün deyil. Məsəl üçün bu kənddə yaşayan uşaqlar gəlib Bakıda iş tapıb, kiraya qalıb, 28 molun dalında Fransız universiteti var. 1 il, 2 il orada oxuyub Fransaya gələ bilər. Rahat, tələbə kimi. Başka bir variant, başka bir opsiyon necə? Dostlar, bizim pasportumuz 55-ci yerdədir. Ölkələr var da, hansıların ki, pasportları daha güclüdür. Birləşmiş Ərəb Əmirlikləri var, İsrail var, Fransa var, Amerika var. Hər hansı ölkələrə siz vizasız gedə bilərsiniz. Bizim də ölkənin pasportu bir çox ölkələrə, məsəl üçün Albaniyaya, Zənzibara və yaxud da başqa 4 ölkəyə araşdırmaq lazımdır. Harda ki, o ölkənin sərhədində siz viza ala bilərsiniz. Məsələ nədir dostlar? Məsəl üçün siz bir xeylan pulu verib o viza düzəldənlərə adam başına 3000 manat verməkdənsə, 4000 manat verməkdənsə, siz baxırsınız Azərbaycanla hansı ölkə arasında və ya Türkiyə ilə və ya Özbəkistanla hansı ölkə arasında viza rejimi yoxdur. Yəni viza tələb olunmur. Deyək ki, Azərbaycan, Albaniya. Azərbaycandan Albaniyaya uçursunuz hər hansısa bir Avropa ölkəsi üzərindən və deyək ki, siz Albaniyaya uçursunuz İspaniya üzərindən. Siz İspaniyada düşəndə sizə transit viza verilir normalda. Siz İspaniyada düşəndə artıq o ikinci Albaniya reysindən atqaz eləyə bilərsiniz və həmin aeroportda qaçqınlığa verə bilərsiniz. Avropanın hər hansı bir ölkəsində siz qaçqınlıq, ich bin azül və ya I am refugee və ya İspan dilində bilmirəm necə deyirlər. O üçün bir sözlə də mən qaçqınam. Əlinizdəki telefondan tərcüməçidən çevirib polisə göstərə bilərsiniz. Polis dərdinizi anlayacaq. Və bu müddətdən sonra həmin ölkə sizi geri qaytarmaq hüququna malik deyil.
Bu Almaniya çıxmaq şərti ilə İsveçrə, Hollandiya, Belgiya bunlar çətindir. Məsələn, söhbət gedir İspaniyadan, İtaliyadan, Polşadan, Latviyadan, Litviyadan və o ölkə sizin artıq dərdinizə baxır. Kimsən, niyə gəlmisən və ölkəndə səni nə gözləyir geri qayıtsan. Siz artıq Avropadasınız və orada qaldıqca, yaşadıqca vəkilin yolu ilə və başqa artıq bu prosesdən keçmiş insanların köməyi ilə siz yavaş-yavaş, necə deyim, maariflənəcəksiniz, savadlanacaqsınız. Belə dostlar, 200, 500, 600, 700 manata bir adam gəlib Avropaya rahat çıxa bilər bu yolla. Tamam, bu mümkündür. Dostlar, bunlar həkimlərdir. İstirahət edirlər. Yeri gəlmişkən bura Riyanı xəstəxanasıdır. Mənim evladımın ikisi burada doğulub. Bura hələ ki Fransadır. Dostlar, mənim bunları deməkdə niyyətim odur ki, mən uzun illərdir burada könüllülərdə işləyirəm, amma son aylarda gördüklərim, yəni mən çöldə yaşayan insanlara da biz könüllülər isti sandviç, isti sup yeməklər veririk. Burada yaşayan, çöldə yaşayanların 75-80%, daha 85% yeni gəlmiş qaçqınlar və tüfeyli həyat yaşayanlardır. Çünki burada insanlara dövlət ev verir, bir insana 500 avro pul verir hər ay, uşağa 200 avro pul verir. Bu ölkələrə görə dəyişir. Ona görə mən son zamanlarda gördüyüm bu həm yerlilərimin çöldə yaşaması məni dərindən sarsıldı. Ona görə mən bu videoları, maarifləndirici videoları çəkirəm ki, xalqım maariflənsin. Siz Cenevre konvensiyasına, İsveçrə konvensiyasına baxın, görün kimlərə oturum düşür Avropada. Biraz maariflənib gəlin və gəldikdə də yumşaq ölkələrə gəlin ki, onsuz da siz deyəlim ki, İspaniyada, Portuqaliyada oturub alsanız, Avropalar arasında sərhəd yoxdur. Siz sonradan Almaniyada iş tapıb Almaniyaya gələ bilərsiniz. Müəyyən 5-6 il yaşayandan sonra o İspaniyada və ya Portuqaliyada. Yəni Almaniyaya gəlib 6-7 aydan sonra deport olmaqdansa, gəlib 5-6 il İspaniyada və ya Polşada yaşayıb sonradan Almaniyada iş tapıb, Fransada, Hollandiyada, İsveçrədə ora köçmək olar. Baxın dostlar, artıq Strasburg bitir, Fransa bitdi. O tərəfdə görünən bina Almaniyadır. Almaniyanı Fransa ilə ayıran Ren çayıdır. Buradan bu federal yoldur. Bu federal yoldur. O bir tərəf tram, lap o bir tərəf yük poyuzları üçün, o tərəfdə yeriyənlər üçün. Mənim tanıdığım 15 belə körpü var, Fransanın Almaniyanı birləşdirən. Bu tıxacın da səbəbi son bu bir ildə Almaniyada Şəffaf Almaniya adlı aparılan reyddir, belə. Amma normalda burada heç vaxt tıxac olmayıb, gəldiyim kimi də gedirdim. Amma bu reyd nə əlaqədərdir, yaxında bitər bu da. Bu Reyn çayıdır. Baxın dostlar, burada da park var. Və arxada Fransada da park var. Fransadakı parkda kebab çəkmək olar, Almaniyadakı parkda kebab çəkmək olmaz. Bildiniz necə? Oturub, sırfa salıb, yerə bir palaz atıb, yemək olmaz normalda. Amma Fransada istəyirsən kebab çək, istəyirsən musiqiyə qulaq as, problem yoxdur. Deməli dostlar, artıq bura Kel şəhəridir. Baden-Württemberg əyalətidir bura. Bu isə Kel şəhəridir. Baden-Württembergin əyalətin paytaxtı Stuttgartdır, Mercedesin vətəni. İrəlidə gördüyünüz kimi polislər palatka qurublar, yoxlayırlar. Artıq bura gömrüydü. Öncədən burada belə şeylər yox idi. İndi bu Şəffaf Almaniya proqramı altında yoxlama gedir. Dostlar, baxın, polislər, bunların avtomobilləri zaten öz sözünü deyir. Hamısı Mercedes, BMW. Gördünüz, belə Almaniya çox rahat bir şəkildə. Dostlar, bu Alman radarıdır.
O tərəfdə görsənən də türklərin meçididir. Dostlar, artıq Almaniyadır. Dil başqa, mentalitet başqa. Amma yol uzaqları da bəzən fərqlənir. Deməli dostlar, yuxarıda görsənir Zeit Fitness. Mən burada idman edirəm. Bu şəkildə çox gözəl şəkildə düşünmüş parkovka var. Əla. Yəni problem yoxdur maşın saxlamaq üçün. Parkovka 3 mərtəbədir. Deməli dostlar, mən sizə bir şey göstərəm. Məndə F-dır. Görürsüz, bu Fransa maşını deməkdir. Burada isə D-dir. D Deutschland, yəni Almaniya maşını deməkdir. Zaten gördüyünüz kimi Audi, Mini, Almaniya öz sözünü deyir. Bu şəkildə gəlib buradan sumka götürürük. Deməli bu şəkildə dəli qızı parkovka eləyirik. Almaniya ki, Almaniya. Baxın, bax, qapı da özü açılır. Baxın, səviyyə. Okey, Mahqud. Dostlar, belə idman zalımızdır bizi. Min dəfə bunlara demişəm ki, mən gələndə bu pəncərə açın, biraz hava çəksin buralıq. Bəh, 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 can Almaniya. Ürəyi burada, özü burada olmayıb, ürəyi burada olanlara salam olsun. Gəlmək istəyən insanlara gəlmək nəsib olsun. Deməli, özü burada olmayıb, ürəyi burada olanlara salam olsun. Almaniyada, mənim dəyərli xalqım. Dostlar, bu Achtung deməkdir. Çoxlarımızın yadına gələr Alman kinolarından. Achtung, Hände hoch. Diqqət, əllər yuxarı. Bu da mənəm dostlar. Mən bu qaydada gedirik idmanımızı eləməyə. Bu da kimin ad günüdür? Bura həmin adam üçün pay qoyurlar, padarka qoyurlar Almaniyada, spor zalda idman edən uşaqlar üçün. Baxın. Baxın dostlar. Salari aparatı, havayı. Gəl otur, nə qədər elirsən, özü yandırsan yandır. Dostlar, bu satılanlar proteinlərdir, amma belə bu içkilər hamısı havayıdır, baxın. Hamısı havayıdır, bax. Limonadlar, adi su, qazlı su. Başa düşdünüz, necə? Dostlar, səviyyəyə baxın. Mən hər gələndə buradan başlayıram, çünki idman eləməmişdən qabaq biraz bədəni asılışdırmaq, qanın dövranını artırmaq lazımdır. Kolay gəlsin hər kəsə, xeyirli uğurlu olsun, hər kəs öz arzusuna çatmağı nəsib eləsin Allah. Özünüzdən müğayət olun.